Salam aziz dostlar, Android telefon TV izleyenleri. Bugün sizlere çoxunuzun izlediği bir şey öğreteceğim. Android telefonu Windows'a çevirmeli. Bu çox asandır. Hemen onun üzər edirik. Ona keçək. Gördüğünüz bu programı aşağıda videonun aşağısında koyduğum linkten yükləyirsiniz. Baxın, Apto ID. İçine girip bax, HP mod yazırsınız. Karşınıza elə birinci program çıxacaqdır. Sonra kur deyirik və yükləməyə başlayır. Bu proqramla siz kompüterə aid çox şey öyrənə bilərsiniz. Buna oxşar digər proqramlar da var. Yüklə və yaddaşa vurulur. Aç. İndi isə bunu biz buradan açmayaq. Sizə daha ətraflı şəkildə göstərək. Master. Gördüyünüz kimi bu ən aşağıya düşdü. Xılfımı sizdə belə yanıb sönməyəcək. Bu mənim telefonumdan laut serindəndir. Baxın. Bir də çıxa biləcək. Səsi də əməlli başlı Windows səsinə oxşayır. Gördüğünüz kimi baxın. Telefon elə bir Windows'a oxşadı. Baxın. Buradan söndürüb yandıra bilirik. Bu My Document, My Fiction, bunlar bizə aiddir. Burada Set Default var. Burada alt proqramlarımız var. Yəni mobil proqramlarımız hamısı burada yerləşir. İstədiyinizə girə bilərsiniz. Məsələn, biz buradan girək YouTube'a. Gördüyünüz kimi açıldı. Yaxşı işləyir, məsləhətli proqramdır. Linki bəyənməyi unutmayın. Daha sonra ikinci videomuzda sizə tam Windows'a oxşayan launcher göstərəcək. Sağ olun.